şəhəri Sahib Zeynalov bina 2 qəzalı vəziyyətdə olan binadır. Bu gün də binada çöküntü olub. Bax, divar aralanıb. Bax. Divar yerdən aralanıb. Burada bir piltə aşmış kimidir blok. Bax. Bura enləni bucu. 6 gedib, bax çəp gedib, 6 vurub şkatırıb şey eləyib. Beton çəpləşib, bax blok. Bax bu günlərində çöküntü olub, gündə çöküntü olub. Burada da bir dənə təzə gün baş verib, bu da. Bax. Bax bu gün baş verib. Bax. Bu faktdır, bax, bu günlərdə bax. Bax təzə tökülüb. Bina qarın verib, blok aşıb içərdən. Necə çöküntü verir? Çöküntü, bir də çöküntü verir, bax. İndi olur. İndi gəldi köydə pauza bedən. Bu günləri mən usta kimi gəlmişəm, bir də binadayı. Qardaş deyir ki, bəs bura düzəltmək istəyirəm, binamın altına qışda soyuq olmasında evimə soyuq olur padolokdan. Qardaş girmişəm bura, bir də binaya baxın, binanın betonları konkret olaraq qeydib. Bu indi hansı qurumlar tikib, mən bilmirəm, hansı mühəndislər burada işləyib. Yəni bura Sahib Zeynalov 2 olmalıdır, qardaşım. Bəli. Bir də binam, sən Allah, təməlin betonuna baxın. Mən də bura deyirəm ki, heç siniyənmərəm. Bax, bu boyda piltələr. Bu boyda bina bunun üstündədir. Yəni, Bu kubikin üstündə. Bax, buradan da uğrayır. Beton gedib, armaturlar üzdədir. Burada qəti yaşayış qadağandı. O betona bax. Bütün piltələr də hamısı babamın üstündə. Siment yox deyib. Bunlar heç blokdur yenə, qardaş. Bu sabayları. Belə binanın üstündə. Buna bax ya, belə şey olar. Buna bax. Sən Allah gəlin bura. Buradan kanalizasiya buraxır. Bax. Bir də buna baxın. Bu deməli, burada yaşayış qəti olmaz. Beton tökülüb. Daşların üstündə buna bax. Bu boyda bina nəyin üstündə dayanıb? İlah pərver deyir. Qardaş, burada kateqoriki yaşayış olmaz. Sabaylar lazım olan qurumlar. Buna bax. Buna bax, gör buna bax. Oy, bu nədir? Bu boyda bina bu üstündə dayanıb. Oy, bu uçsa nətər olar ha? Buna bax ya. Yaşayış. Oy, bu Yüzlərcə adam yaşayır burada. Oy, sən Allah, belə şey olar ha, bir dəqiqə. Oy, bu uçsa bir abırçılıq. Buna bax, bina gedir qardaş. Təməl gedir. Oy, bura əməlli, buna bax. Sən Allah, bu hansı şirkət, hansı, nə bilim ha, hansı orqan. Bax, bu piltənin biri geçsə, orta divarlardır. Bunun biri geçsə, düz bina, 5 mərtəbəli binadır. Beton altı boşda çat verib, bax. Bu nədir, uçub ya buralı. Bura bax. Bura gedir. Tumbiya bax. 5 mərtəbə binanın tumbasına bax. Kolonuna bax. Kolon əriyib gedir, bax qardaşlar. Bu kolonun deməli şeyidir, bax armaturları. Bax ortada kolonun şeyi qalır, bax bir damcı siment yalanla, bax gedib. Bu oradan ləğv oldu, bu armatur bax bina yavaş-yavaş çökür, görürsünüz armatura bax onu əyilib. Armatur bax əyilib konkret olaraq. O bina yavaş-yavaş çökür, bax bu geçsə, bax bu daşı saxlayan, bax bir dənə bu daşı saxlayan. Bax bu geçsə, bax şöyle Allah iraq eləsə, bu nədir ha? Bina gedəcək. Bax qardaşlar necə sizə göstərəcəm, o turbada partlayıb. İndi baxın oradan görün bina çöküb yavaş-yavaş, kolon oradan qaçır. O belə şey olar. Buradan mütləq şəkildə yaşamaq lazımdır, çıxmaq lazımdır, lazım olan orqanlara demək lazımdır. Baxın kanalizasiya partlayıb, kanalizasiya turbası da görün baxın necə əzilib. Çöküb, onun üstünə çöküb. Sağ olun. Bina çöküb onun üstünə, bax kanalizasiya turbasına əzilib. Turba əyilib də, o deyir. Bax, bina kolon Turba çöküb. yumru olmalıdır. Bax, yassılanıb turba, bax. Burada buna bax, konkret olaraq burada yaşamaq olmaz.